Deməli, aslında nə deyirdi? Bizə deyir ki, bizim nestingimiz var. 0, 2, 5 və 6-dan Ben ibarətdir. anı yazdım. Anı yazdım. Hə, yenə də sadəcə iddia kimi nə olur? Deyir 4 dənəsində 1000 dəyişə bilərsən. Deyir onda true olur ki, səndə ya 2026 konteynerləsin hardasa. Substring kimi. Ya da ki 2025 konteynerləməsin heç cürə. Stingin özündə. Asan sualdır. Bu nə deməkdir? Gəl bunu başa düşək. Bu o deməkdir ki, mütləq 2025 konteynerləməlidir. Əgər stingimiz pis vəziyyətdədirsə, yəni bir növ cavab, yəni nəsə swap eləməliyiksə, ya nəsə bilmirəm, hansısa hərfi dəyişməliyiksə, yəni biz bilməliyik ki, stringimiz perfect deyil ya yox. O hallar hansılardır? Stringdə 2025 varsa, stringdə 2026 yoxdursa, yəni bunların təsiri. O stationda, yəni əgər elə station yoxdursa, cavab sıfırdır onsuz. Yəni bunlardan biri varsa da, yəni bu bayaq dediyim təsiri yoxdursa. Əks halda nə edirik? Əgər hardasa 2025 varsa, sadəcə 5-i 6-ya dəyişmək bəs eləyər də, düzdür? Ona görə həmişə Ya bir cevap bir ya da sıfırdı. hə, yəni ona görə bir operation həmişə bəs eləyir də. Ona görə nə edirsən? Əgər səndə, yəni onsuz mən deyə bilərsən ki, bəzi 2025 stringdə yoxdursa, onda niyə birdən məndə 3-4 operation çəkəcək. Məsələ də odur da, sizdə 2025 yoxdursa, cavab onsuz sıfırdır. Bu şərt onsuz məcbur eləyir ki, mənim stringimdə 2025 olsun. Və o 2025-i mən bir dənə 1-ə 6-ya dəyişsəm, bir operationa mənim cavabımı alır. Həll budur. Sadəcə yoxla gör. Sizdə 2026 varsa və ya Steamdə 2025 yoxdursa, yəni bu iki hal var, yəni true'dursa məndə cavab yes, əks halda onu. Bunu substring mi yazdım? Hə, onunla da yazmaq olur, yəni. Fərqi yoxdur. Digər solution'da mən elə yazmışdım. Bu sadə idi. 5 sualı. New Year cake. Deyir monokrap cake bişirilir və cake'in layerlərinin sayı var. Cake'in layerlərinin sayı məndə 2 qüvvətlər şəklində artır. Bir saniyə. Meet linkini bir dənə göndərim. Deməli, nə dedim? Hə, keklərin layerləri burada artır. Bir növ hər dəfə 2-yə vurulur layer sayılar və hər layer bir növ burada cover olmalıdır. Ya white ya da dark chocolate-lə və mütləq onlar alternate olmalıdır. Yəni ya white, dark belə gəlməlidir. Ya da dark white belə chocolate-lar olmalıdır. Əgər layer'ın sayı qaldırsa, onda k kiloqram o qədər kolorsana ehtiyacın var. Yəni deyək ki, layer'ın sayı 8 isə, onda sənə 8 kiloqram məsələn, əgər ağ qoymalısansa, ağdan lazımdır belə bir şey. Sənə bir dənə A verir, bir də B verir. Sual şərtini oxudursa, A nədir? Ağ kiloqram sayı, B nədir? Yəni dark olan çokolatin kiloqramın sayı. Maksimum nə qədər layer eləyə bilərsən? Əgər ümumiyyətlə sual odur, yəni maksimum nə qədər layer eləyə bilərsən, qol odur. İdeal nədir burada? 2 ideal. 2 dənə possible pattern vardı, düzdür? Ən üstdə white var, ən üstdə dark var. 2 dənə haldır da. Onda simülyasiya eləyə bilərəm. X1-dən başlasın, yəni bu dəqiqə current mənim layer'ım. Və X ödəyəcəm, bu dəqiqə ən topda ağ varsa ağdan götürəcəm, color switch edəcəm. Və layer'ların sayını artıracam. Sonra bu prosesi bir dəfə də eləyəcəm, ən üstdə qara varsa. Qara üçün götürəcəm, bir dənə azaldacam. O 1-i 2-yə vuracam, gələn dəfə ağdan 2 dənə çıxacam, gələn dəfə qardan 4 dəfə çıxacam. Hansı maksimum mənə versə cavab odur. Fikir ver, məndə A ilə B-nin qiymətinə, A ilə B-nin qiyməti məndə 16-dır. Və mən 2-nin qüvvətlərinə baxsam, yəni bitlərin sayı maksimum 30 edir axı. Yəni layer'lar 2-yə vura gedir deyə 2 üstü 30-a qədər maksimum bəlkə getdi, A-ya getmədi. Bu 30 əməliyyat çəkir məndə. Bu da məndə kifayətdir ki, cavabı brute force eləyə bilim. Nümunələrə baxanda bu trivialdır bunu yazmaq. Yəni sual başa düşdünsə, yəni bunu yazmaq o qədər çətin deyil. Sadəcə bir dənə köməkçi funksiya qoya bilərsən və nə edirsən? Birinci mən burada flag'im nəyi göstərir? Nədən çıxacağım? Yəni onu
step kimi göstərmişəm. Əgər məndə o düzəsən orada bunu göndərməkdənsə Chrome sözlüyümüzdə istifadə edə bilərəm. Gəl həllim daha cleandir. Səhvənlə şey eləmişdim deyə. Kağıtla girmişdim deyə. Digər həllim daha xoşuma gəldi. İkinci həlli təkrar yazanda daha maraqlı oldu. Bax, nə edirsən? Yenə eyni hesaba girdim. Yenə eyni hesaba girdim. Bir dəqiqə. Okey. Bir dənə F funksiyan var. Bir dəfə ən üstə white-ı qoyursan, bir dəfə dark-ı qoyursan. Və nə edirsən? Səndə yenə o steplər var. Burada birbaşa o inputda gələn deyirəm sadəcə. Sonradan realize edim ki, onu elə qoymam mənası yox. Və əgər çıxa bilmirsənsə, yəni X layer-ı istifadə edə bilmirsənsə, break eləyirsən, çıxışa verirsən nəyi? Yəni return eləyirsən layer-lan sign count-un daha doğrusu. Gələn dəfə isə bir isə sıfır edirsən, sıfır isə bir edirsən ki, gəlsin düşsün bu səfər black-ə, əks halda white-a, belə bir şey. Bu da trivialdır məncə, hə? Yəni bu solution-da o qədər yəni mən bu sual da o qədər çətin deyildi. Yəni maraqlı sual. İndi consider elə ki, o sualı 13 dəqiqəyə yazsan çox mən deyək ki, bunun hər birindən 10 dəqiqə çıx, məncə ya da burada da ilk iki sual burada daha ciddi yazılır. Yəni o da 7-8 dəqiqə o sualı tez yazan yoxdur. Yəni məncə. Yəni Kotosda da əsas budur. Yəni education round-da ən azından suallar asan olur, sadəcə sürətli yazmaz. Ən əsas deal məncə C-dir. Yəni C sualı məncə önəmli idi orada. Əsas deallardan biri deal breaker. Sənə deyir ki, 3 dənə dairəvi də sənin arrayin var. A massivi headdir, B massivi torsodur, yəni gövdə, C massivi də səndə legdir, ayaqlar. İstənilən IJK positionunu seçirsən və hər bir time üçün sən nə edirsən? Hər hansı bir time üçün o seçdiyin IJK-ların üstünə həmin time-ı gəlsən. Məsələn, deyək ki, time-ın 5-dirsə, IJK-lar məsələn 1, 2, 3-dürsə, 1 plus 5, 2 plus 5, 3 plus 5. Yəni I plus D, J plus D, K plus D. Belə bir şey. Və hər bir burada Snowman yazırsan qısacası və Snowman-lər səndə stable olmalıdır. Nə mənaya? Yəni baş yüngül olmalıdır. Yəni head, yəni A massivində seçilen element, yəni ininci element hamısından kiçik olmalıdır. Yəni I J-dən kiçik olmalıdır, J də K-dan kiçik olmalıdır. Bildin? Yəni kiçik bərabər olmalı bir-birlərinə. Yəni hər bir T üçün, yəni qısacası səndən nə istəyir? Yəni bütün T-lər üçün bunu istəyir, ha, by the way. Yəni nə deyir? I seçirsən plus T, hansısa time, səndə kiçik olmalıdır BJ plus time-a və səndə hansı BJ plus time kiçik olmalıdır SK plus time-dəki IJK dövrü açırsan. İndi okey, burada o 3 dənə dövrü açmağın yeri yoxdur. Yəni burada oyun kvadrat həll yazmağım. Çünki oyun kvadrat həll yazanda nə baş verir? Oyun kub daha doğrusu. Time limit alırsan, onu keçirə bilməyəcəksən. Bilmirəm, bəlkə nəsə bir set implementation da yaza bilərsən. Yenə alınası deyil. Bəlkə rəqəmlərlə nəsə eləyə bilərsən, salam. Amma onunla da nəsə alındırmaq ən azından indi ağlıma gəlmir. İdeya nədir, trik nədir? Yəni onu görmək lazımdır. Gəl shift positionlara baxaq. Yəni nə qədər sürüşdüyünə baxaq. Çünki indi üstünə tək gəlirəm, J-nin də üstünə tək gəlirəm. K-nın da üstünə tək gəlirəm. Bəlkə də orada sürüşmələr məndə nəyəsə kömək eləyir. Gəl baxaq görək. Burada B nə qədər sürüşür? Yəni B massivi A-ya nəzərən, nisbətən nə qədər sürüşür? B massivi A-ya nəzərən nə qədər sürüşür? Görürəm. J minusi qədər sürüşür, düzdür? Modern yaza bilərəm bura. Çünki dairəvidir. Bu A ilə B arasındaydı. Yəni 2 dənə şərtimiz var onsuz. Yəni bunları səs vermək lazımdır. Bir də baxa bilərəm mən B ilə C-nin nəzərinə. Yəni B massivi, daha doğrusu C massivi B nəzərinə nə qədər shift olur, sürüşür. O da nədir? Yəni bir-birindən çıx indeksləri, qısaca elə bir şey. K-J də modern. Okey, bu mənə nəyə kömək eləyir bəs? Onda condition belə olur ki,
bütün yəni gəl bunlara bir dənə value verək də. Nə bilim shift AB shift nə bilim BC belə bir şey verəcəm bunlara. Onda məndə gəl bu şərti təzədən yazaq. Yəni bu şərti. Şərt nəyə dəyişir? Şərt olur məndə hansısa AI məndə ciddi kiçik olmalıdır. BI plus nə? Shift AB düzdür? Və eyni ilə də hansısa BI məndə ciddi kiçik olmalıdır. Shift daha doğrusu hansısa B massivində BI də ciddi kiçik olmalıdır. CI plus shift BC-dən. Yəni bunu görmək də çətin deyil. Yəni bunu yazandan sonra. Okay, bundan sonra bəs nədir? Yəni onda səndə shift AB A ilə B arasında bir də shift BC BNS arasında B-dim. Biz buna desək ki, əgər məsələn özümüz cavab verə biləcək bir dənə shift, yəni cavab alınca biləcək bir shift, hansı ki bunu satisfy eləsin ya da lap bunu satisfy eləsin, eyni şey gəlib çıxır. Onda gəl bunların bir dənə countunu saxlayaq. Yəni count AB yazacağam. Elə shiftlərin countunu. Gəl bu da bayaqki kimi, yəni indi burada dediyim kimi cavab verən məndə shiftlərin sayını saxlasın. Onda deyək ki mən cavab verən shiftlər seçirəm. Həm AB-dən, həm BC-dən. Bu çox sadə bir dənə nəzəri kombinatoriyadır, elə. Sən istənilən qədər i seçə bilərsən burada. Görsən, i seçimlərin mənə limitasiya yoxdur. Hələ mənim maksimum sakitlikdir də. Sualım məncə ən rahat, mən şəxsən rahatlıq verdiyi hissə maksimum sakitlikdə olmalıdır. Yəni, cycle olanda daha rahat olur solution implement etmək, bəlkə bəzi suallarda ya da solution'a gəlmək. Ona görə mən freeyəm, istənilən i seçə bilərəm. Yəni, n-lə choice var da, düzdür? Yəni, bu da n yazacağım. J ilə kala nədir bəzi? Bu J ilə bu K-ları necə seçəcəm? Elə belə nəzəri J ilə K yazıram buraya. Yəni siz başa düşdünüz. Yəni burada neçə seçim haqqım var? Yəni bu məndə necə tapılır? Düz sondan tapılır elə. Yəni bunları seçmək üçün bir dənə haqqım var ya da ki hansısa count qədər haqqım var elə. Yəni count AB qədər. Mən shift AB seçə bilərəm. Ona görə burada da o count AB BC-ni seçmək üçün də bir dənə hal var elə. O da ki, onların countların sayını elə yaza bilərəm. O da olur, count BC. Cavabım nə olur? Bu while tripletlərin sayı. Bəs necə AB ilə BC-ni compute eləyə bilərəm? Yəni, bu count AB, count BC-ni. Mən bütün oradakı shiftləri brute force eləyə bilərəm. Yəni, shift eləyim. N kvadrat olur da elə. Yəni, onsuz bu sualda da. Düz education rantlarda gözlənən şeydir brute force yazmaq. Ya da hansı trikləri görmək, ya birbaşa ispat etmək. Burada mən görürəm ki, M5000-dir. Onda mən nə edəcəm? Qısacası o bütün shiftləri mən brute force eləyəcəm. Yəni testlər 5000-dir, yəni çox finedir, yəni keçəcək məndə. Elə mən həlli atanda da bilirdim ki, solution keçəcək. İndeksə mən sıfırdan aparsaz yaxşı olar bu suallarda. Düz məni bilirsinizsə, mən həmişə indeksləməni birdən aparmağı çox sevən biriyəm. Amma bəzən elə olmur da, bəzən də məcburi siz götürəsiniz indeksləmə aparanda sıfırdan aparasınız. Mən indeksləməyə sıfırdan aparanda, ümumiyyətlə birdən aparanda qlobal maksiv götürürəm. Sonradan fikirləşdim ki, lazım deyil, sıfırdan aparım, vektordan yazacaq. Yazımdan çıxdı ki, qlobalda da götürmüşəm. Burada necə indeks alıyorsunuz? I məndə shiftlərin sayıdır, həmin o shiftlər. J də elə indekslərdir, indeksə iterate edirəm. Nəyi axtarıram? Yəni, bayaq yazdım. Bayaq yazdım, itdi, okey. Onu necə qaytaraq? Sadəcə elə bir i axtarıram ki, i plus həmin o shift kiçik olsun. Onların countunu sayıram, yəni burada. Fikir verin. Elə bir i axtarıram ki, həmin o shiftdən böyük bərabər olsun. Olanda dayanıram, okey. Yəni həmin elə i bir növ məndə satisfy olmayanda. Əks halda həmin o shiftdən alınırsa, mən götürürəm onu cavabı əlavə edirəm. Yəni o shiftdən elə yəni o shift məndə cavabı verilsə, yəni onda mən onu cavabı əlavə edirəm. Yəni count kimi götürürəm. Eynisi BC-yə deyilirəm. Yəni BNS arasında olan o shiftləri də tapıram. Və hasini hesablayıram. Niyə deyəm, nəzərə almaq lazımdır. Bakı formları. Məndə
bütün timelar üçün istəyirdi. Düzdür? Yəni şifranın şərtində deyildiyi kimi. Ona görə sən orada 4 açanda mütləq bütün timelar üçün onu axtararsan. Yəni bir növ baxasan həll yazanda bütün timelar, yəni bütün məsələn i0 olan hal üçün bütün indekslərdə o səndə satisfy olmalı. Yəni həmin o proses, həmin o məsələ. Düzdür, indi i0 üçün o həmişə satisfy olur. Yəni i0 yazmanın mənası yoxdur. Həmişə ini birdən başlada bilərsiniz. Çünki üst-üstə düşür indekslər. Yəni time 0 olanda heç nə dəyişmir. Yəni bir-birinə bərabər olan elementlər. Yəni ini 0-dan başladandan onsuz cavab artmayacaq, azalmayacaq. Ciddi kiçik axtarırsınızsa ini birdən başlatmaq da olar. Çox da təəssüflənmir, amma elə belə deyirəm. Yəni mən burada da yazdım. Bunu deyəsən şeydə yazdım həll daha rahat, daha yaxşı idi amma məncə. Digər akkauntumda yazdım həll. Daha bəlkə də məntiqli idi deyəcəm. Məntiqli deyildi, orada birdən indeksləmişəm amma. Eyni şeydir. Sadəcə birdən indeksləmişəm, biraz əziyyət çəkmişəm. Ona görə deyirəm ki, çalışın hər yazanda sıfırdan indeksin. Ən azından saktik suallarda sıfırdan indeksin. Qalan bütün suallarda birdən indeks yaza bilərsiniz. Çünki o suallar bir növ sadəcə 2 dənə ədəd toplayırsan, enə qalığına baxırsan və sənə o saktik şeyi verir. Birdən indeksləmə olanda biraz çox fikirləşmək lazımdır. Ya da bilmirəm, mən eləyə bilmirəm. Bu plus 1 yazmaq, ya bu eni necə tutturmaq lazımdır. Hərdən onu çaşdırıram deyə. Bilmirəm, hərdən o alınmır məndə. Amma yəni 400 ms, 500 ms-ə keçir həllər. Fast input-u da açsaz məncə şey olacaq. Nədir onun adı? Time limit onsuz almayacaqsınız. Düzdür, 5000 olanda n kvadrat həll yazanda çox uşaq qorxur, amma o breaklər məncə sürətli dayanır. Yəni o breaklər sürətlə proses olur. D sualı barədə ideyam yoxdur. Yəni D sualının həlli çox güman ki şeydir. Nədir onun adı? Məncə greedy kimi, yəni bitlərlə əlaqəli bir şeydir, çox güman. 2-nin qüvvətləri, bitlər, bir DP. Amma düz deyəcəm, nəsə həllinə gələ bilmədim. Mən də o sualın 5-10 dəqiqə həllinə gələ bilmirəm, sizə sualı buraxıram. Amma yazanlar var məncə, yəni. Çünki baxanda görürəm ki, D sualını həll eləyən adamlar var. Azərbaycan ülvi həll eləyib, yəqin ki, recording bağlayandan sonra bir çox adam da həll eləyəcək. Amma kifayət qədər burada Newbuy akkauntlarda həll eləyib, bilmirəm necə. Okey, bu da oldu Educational Round 186-nın editorialı ilk ABS sualları üçün.